Kəmaləni bir daha təqdim edək. Kəmaliyə səslənirik ki, hər halda Hacı, istəyərəm siz bir səslənəsiniz ki, övladlarına xatir bir mikrofonu verək Hacıya. Səslənin zəhmət olmasa. Kəmaliyyənin xəbəri var, bir daha deyirəm. Salamlayıram mən də hər birinizi və bu günlərim müqəddəs cümə günüdür. Hər birinizin cümənizin mübarək olsun. Allah bu günlərin xatirinə və əzəmətli günlərin xatirinə bütün çətinliklərimizi həll eləsin. Çətinlikdə olanların çətinliklərini həll eləsin. İndi o uşaqların bir günahı yoxdur. Uşaqların bir, necə deyərlər, məsum bir övladlardır. Baxmayaraq atası kimdir, anası kimdir, atası hansı məsləyə qulluq eləyir, anası hansı səhvlər eləyib. Amma biz uşaqların tərəfdarıyıq ki, uşaqlar əziyyət çəkməsin. Heç olmuyor bundan sonra o uşaqlar, necə deyərlər, heç olmuyor bir, mənim babam demiş, ağ gün görsün də, heç olmuyor. Bir növ, heç olmuyor, heç hər bir halda. Əsas oldu ki, uşaqların bir sığınacaq yeri olsun. Mən keçən həftə bu sözü demişdim verilişdə. Yəni, buyururlar ki, övlad anasına necə güvənirsə, övlad atasına necə güvənirsə, Allaha da belə güvənsə dünyanı fəth eləyər. Odur ki, bax bu övladlardan, bu gözəl şəxsiyyətli övladlardan biri bizim şəhidlərdir. Mən istəyirəm bugün cümə günü o şəhidlərimizi də yad eləyək. Allah o şəhidlərin ruhunu şad eləsin. O analar ki, gözləri yoldadır, artıq neçə illərdir gözləri yoldadır. Məsələn, dünəndən biz İsmaili rayonundaydıq, 3 şəhidin ziyarət elədik. Birinin doğum günü idi dünənlərim. Bədəlov Cavidan Zahiroğlunun Talıstan, İsmaili Talıstan kəndində doğum günü idi. Böyük bir tədbir idi, çox gözəl bir tədbir idi. Amma nə qədər də gözəl tədbir, ad günü də olsa, amma bir dənə orada bir qəmginlik var idi. Düzdür, tədbir gözəl idi. Elə hesab edirdin ki, elə o doğrudan o adam oradadır, bu cürlə təşkil olunmuşdu. Çox da mənəvi ab-hava var idi, amma bir qəmginlik var idi. Ananın üzünə baxanda o qəmginliyi gözlərində görürdüm. O cümlədən mən orada Hüseynzadə Səməd Səttaroğlunu ziyarət elədim. Şirinova Etibar İvanovka kəndində onun məzarını ziyarət elədim. İnanın ki, insanda çox böyük bir dənə təsir qoyur. Məsələn, Hüseynzadə Səməd Səttaroğlunu mən ziyarət elədim. Gəldilər, toplaşdılar, anası gəldi, qəbrini ziyarət eləyəndə mənə dedilər ki, Hacı, bir Quran oxuya bilərsən. Elə Quran oxuya deyəndə söz dəyişdi. Mən beynimdə, zehnimdə fikirləşirdim ki, hansı surəni oxuyum? Dedim, Ayətül Kürsünü oxuyum. Bir Allah bilir mənim düşüncəmlə.